Salam əziz abituriyentlər, mən Nihat Zəfərli, MHŞ Abituriyent şöbəsinin kimi müəllimi. Deməli, sizlər üçün bir sual izahlayacağım. Verilən sual belədir ki, bizə müəyyən qədər azot 2 oksid verilir və bunun azot 4 oksidə, yəni NO2 oksidləşməsini istəyir. Gəlin əvvəlcə verilən reaksiya yazaq. Azot 2 oksidin oksidləşməsi azot 4 oksidə. Gördüyünüz kimi, gəlin reaksiyanı əmsallaşdıraq ki, bərabərlik olsun. Deməli, bu bizim reaksiyamız və reaksiya bizdə deyir ki, 84 milli NO-nun, yəni azot 2 oksidin NO2, yəni azot 4 oksidə oksidləşməsi üçün neçə milli hava? Biz bilirik ki, hava dedikdə, yəni bizə burada oksigeni nəzərdə tutur. Çünki havanın tərkibində oksigen var və oksidləşdirən oksigendir. Bəs nə iş görəcəyik? Biz bilirik ki, baxın, 2 mol azot 2 oksidin oksidləşməsi üçün 1 mol oksigen kifayətdir. Düzdürmü? Bəli. Deməli, 2 mol azot 2 oksid oksidləşmək üçün 1 mol oksigen kifayətdir. O zaman 84 milli azot 2 oksidi oksidləşdirmək üçün nə qədər lazımdır? Yəni, burada heç tənasüb qurmağa ehtiyac yoxdur. Şifahi həll olan bir şeydir də. Yəni, 2-yə 1-dirsə, yəni bu bunun yarısıdır da. Deməli, 84-ün yarısı nədir? 42. Düzdürmü? Yəni, 2 mol azot 2 oksidə 1 mol oksigen lazımsa, deməli 84 milli azot 2 oksidə 42 milli, yəni bunun yarısı qədər oksigen lazım deməkdir, düzdürmü? Deməli bu qədər azot 2 oksidi oksidləşdirmək üçün, yəni azot 4 oksidi oksidləşdirmək üçün bizə 42 milli oksigen lazım. Bunu bildik. Amma sual demir ki, nə qədər oksigen lazım, sual deyir nə qədər hava lazımdır. Biz bilirik ki, havanın tərkibində oksigen həcm payı 21%-dir. Yəni havanın 21% oksigendə və 21% oksigen olmalıdır 42 milli. Yəni biz nə qədər hava götürək ki, onun tərkibindəki 21% oksigen 42 milliləsin. Yəni sadə bir tənasüblə 21% 42 milli olması üçün götürəcəyimiz hava 100% nə qədər olmalıdır tənasübdən? Bu sualın cavabını çıxardırıq ki, havanın tərkibindəki o 21% oksigenin 42 milli lazımdır bizə oksigen. Hava nə qədər olmalıdır ki, tərkibindəki 21% oksigen 42 milliləsin? Bu tənasübdən bizə çıxan cavab isə 200 milli hava olur ki, biz burada 200 milli hava götürsək, onun tərkibindəki 21% oksigen, yəni 42 milli eləyər və o 42 milli bizə bu qədər NO-nu oksidləşdirməyə, yəni azot 2 oksidi oksidləşdirməyə kifayət edər. Bax, belə